İmam Hüseyin əleyhissalamın Kərbəla vaqiəsinə nəzər salanda görürük ki, Kərbəla vaqiəsində baş verənlər insan üçün həyati bir dərsdir. İnsan Kərbaladan çox şey öyrənə bilər. Bir məktəbdir Kərbəla. O məktəbin siniflərinə daxil olmaq lazımdır. Baxın, İmam Hüseyin əleyhissalam Kərbəlasında görürük ki, insanlar, küfə cəmaatı İmam Hüseyni istəyirlər. Həqiqətən də İmam Hüseyni istəyirdilər, İmam Hüseyni dəvət elədilər Küfəyə. İmam Hüseynə 12.000 məktub yazdılar. 18.000 insan İmam Hüseynin nümayəndəsi Müslimə beyət elədi. Çünki İmam Hüseyn Müslimi nümayəndə olaraq göndərmişdi Küfəyə. Həqiqətən istəyirdilər İmam Hüseyni. Amma nə baş verdi ki, bu insanlar İmam Hüseyndən üst çevirdilər. İmam Hüseynə beyət etdilər, sonra beyətini sındırdılar. Bunun çox səbəbi var. Əsas səbəblərindən toxunmaq istəyirəm. Bir səbəbi Küfə cəmaatının qorxaqlığı idi. Qorxaq cəmaat idi. Qorxurdular. Onlar İmam Hüseyni tanıyırdılar. Necə bir şəxsiyyət olduğunu bilirdilər. Allahın yer üzündə nümayəndəsi olduğunu bilirdilər. Peyğəmbərin nəvəsi olduğunu bilirdilər. İmam olduğunu tanıyırdılar. Amma qorxuları səbəbindən İmam Hüseynindən döndülər. Çünki onlar gördülər ki, Yezid İbn Ziyadı göndərdi Küfəyə. İbn Ziyad Küfəyə gələndən sonra birini qorxutdu, birini vurdu, birini öldürdü, birini təhdid elədi. Görəndən sonra bilirlər ki, əgər biz İmam Hüseyni beyət eləsək, Müslümin yanında olsaq, bizi də öldürəcəklər. Onlar qorxusundan ətrafından dağılışmağa başladılar. Hətta bəziləri də gəldilər, Kərbəlada İmam Hüseynə qarşı vuruşdular.